Son yoxlanışlar gedir. Şirvan Araz saatlı görüşü üçün artıq Pərviz Bayramovun yetirmələri görək nə edəcək. Bu oyunda Şirvana da Azərbaycan 2-ci liqasında uğurlar arzu edirik. Onlar bu mövsümdən etibarən Azərbaycan 2-ci liqasında debüt edirlər. Və son yoxlanışlar başlayır. Və birinci hissə start götürdü. Şirvan sədaları gəlir. Və artıq 15-ci saniyə başlayıb. Araz saatlı futbolçuları pressingə atırlar. Azarkeşlər fitə basır artıq rəqib futbolçuları. Yerdə qalan Araz saatlığın oyuncusu var. Və 45-ci saniyə gedir hələ ki. Arovsu 45-ci saniyə gedir. Asta birinci dəqiqəyə doğru gedirik. Araz saatlı deyəsən cərimə zərbəsi vuracaq. Və top meydanı tərk edir. Deyəsən küncdən zərbə olacaq. Yox, qapıdan zərbə olacaq məncə. Qapıdan zərbədir. Küncdən zərbə deyil. Şirvan sədaları gəlir. Və artıq birinci dəqiqə gedir görüşdə. Şirvan sədaları gəlir. Şirvan Olimpiya İdman kompleksində Şirvanın şahı, şahların Şirvanı. İkinci dəqiqə gedir artıq görüşdə. Azərbaycan 2-ci liqasının açılış oyunudur. Şirvan sədaları gəlir. Qapıcı yerində. Qapıdan zərbə. Şirvan sədaları gəlir artıq. Azarkeşlər bir an olsun belə dayanmırlar. Görək. 3-cü dəqiqə artıq başlayır. Out Araz saatlığındır. Yenidən out Araz saatlığın olur. Artıq asta oyunun 2də 1 hissəsinə doğru addımlayırıq. Şirvan sədaları gəlir. Artıq 4-cü dəqiqəyə doğru addımlayırıq. Hesab 0-0'dır. Out Şirvan komandasınındır. Azarkeşlər olsun, bir anlıq olsun belə dayanmırlar.
Çünkü Şirvan fanatları, Şirvan azarkeşləri öz komandalarını dəstəkləyirlər. Dördüncü dəqiqə ikonlaşır artıq. Və artıq görək nə olacaq. Aha. Şirvan komandası pressing eləyir. Aha. Topçu yerindədir. Bravo. 5-ci dəqiqə gedir. Və qapıdan zərbə. Siz də bizim kanalımıza abunə olun ki, bu cür maraqlı oyunların yeganə ünvanı futbol saatıdır. Artıq 5-ci dəqiqə artıq yekunlaşmaya doğru gedir. Və artıq 6-cı dəqiqə keçid aldıq. Artıq 2-də 1 hissə geridə qalıb. Pərviz Bayramovun yetirmələri hələ ki üstünlüyü ələ alıblar. Kameranı elə eləyirsən, normal elə. Artıq 6 dəqiqədir ki qapıya zərbələr olmayıb, amma bayaq Şirvanın zərbəsi çox təhlükəli idi. Hesab 0-0'dır. İndi Aras, aha, indi Şirvan yenidən topu ələ keçirir. Azərbaycan Region Ligasının gümüş mükafatçısıdır. Şirvan finala kimi irəliləyib, amma finalda Xankəndi komandasına 3-0 hesabı ilə məğlub olub. Şirvan səlaları gəlir. Azarkeşlər bir anda olsun belediye ammallar. 7-ci dəqiqə ikonlaşır. Artıq oyunun 2-də 1 hissəsini geridə qoymuşuq. Out Aras Saatlınındır. Və aha, indi Aras Saatlı pressing eləyir və oyunda ikinci təhlükəli zərbə idi. Bayaq Şirvan Aras Saatlının qapısına ilk təhlükəli zərbəni vurdu. İndi də Aras Saatlı təmsilçisi Şirvanın qapısına ilk təhlükəli zərbəni indirdi. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Artıq 10-cu dəqiqə başlayır. Daha doğrusu 9-cu dəqiqə başlayır. Şirvan Aras Saatlı görüşündə Azərbaycan derbisində görək nələr baş verəcək. Və
gəldi və küncdən zərbə. Oyunda birinci kornerdir. Araz Saatlı yerinə yetirir. Dokuzuncu dəqiqə ikonlaşır. Qapıcı! Şirvan sədaları gəlir. Aha, indi hesab açıla bilər. Ay, indi görün nə olacaq. Blok gəldi, amma uzun davam edir. Artıq 10-cu dəqiqə. Şirvan sədaları gəlir. Şirvan Olimpiya İdman kompleksində. Və qapıcı yerində. Artıq 11-ci dəqiqədir. İndi Şirvan komandası küncdən zərbə vuracaq və küncdən zərbələrin sayı da 1-1'dir. Azarkeşlər gol istəyir. Lapas indi Şirvandan gəlir. Top meydanda da ki 11-ci dəqiqə ikonlaşır. Artıq oyunun 2'də 1 hissəsi geridə qalmaq üzrədir. Qapıdan zərbə ilə oyun davam edir. Araz Saatlı, Şirvan Araz Saatlı görüşü. Artıq onun 12-ci dəqiqəsində ikonlaşır. İndi Şirvanın növbəti hücumu gələcək. Siz də bizim YouTube kanalımıza abunə olun ki, bu cür maraqlı oyunların yeganə ünvanı futbol saatıdır. Və yerdə qalan oyuncu var Araz Saatlı'nın heyətində. 13-cü dəqiqə başlayır. Oyunun artıq 2'də 1 hissəsi geridə qalıb, amma hələ ki gol səsi yoxdur. Şirvan Araz Saatlı görüşündə. İndi Şirvanın növbəti hücumu başlayır. Qapıcı yerindədir. Növbəti hücum izləyə bilərdik. Artıq Şirvanın qapıya ikinci zərbəsidir bu. Araz Saatlı pressing edir. Futbol, amma bu hücum heç nə ilə həyatda qalmır. Qapıdan zərbə. Küncdən zərbələrin sayında bərabərlikdir, yəni 1-1. Hərə bir dəfə küncdən zərbə vurub. Out. Şirvan komandasınındır. 14-cü dəqiqə edir. Artıq 2'də 1 hissəsi geridə qalmaq
üzrədir. Azərbaycan 2-ci liqasındayıq. Və oyundan kənar vəziyyət. Qapıdan zərbə. Aras Saatlı'nın əks hücumu başlayır. Şirvan pressing atır yenidən. Top meydanı tərk edir və qapıdan zərbə. Artıq oyunun 2-də 1 hissəsi geridə qalmaq üzrədir. Amma hələ ki gol hesab, yəni oyunda gol yoxdur hələ ki birinci hissədə. Həm Şirvan, həm də Aras Saatlı yəni mübarizəni dayandırıblar. Azərbaycan kubokunda az qala hesab açılmışdı. Şirvan komandası uzaqdan çox gözəl zərbə vurdu. İndi üçüncüdən zərbə vurur. Üçüncüdən zərbələrin sayı isə 2-1 Şirvan komandasına xeyrinədir. Və Şirvanın golkiperi yerindədir. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. İndi pressing gəlir sol cinahdan. Amma heç nə alınmır. 17-ci dəqiqə artıq başlayır görüşdə. Hesab 0-0'dır. Qapıdan zərbə ilə oyun davam edir. Cərimə zərbəsi vurulacaq. On 18-ci dəqiqə. Riskli oynuyorlar artık futbolçular. Burada birbirlerini zədələyə bilərdilər. Və out. Aras Saatlı'ndır. Şirvan sədaları gəlir. Peki hesap 0-0'dı və cərimə zərbəsi vuracaq Şirvan komandası. Şirvan sədaları gəlir. Yani 2'də 1 hissəsi artıq geridə qalmaq üzrədir.
19-cu dəqiqəsi yekunlaşıb. Gol! Gol değil. Gol qışqırmağa hazır idi, ona qoldu. Azarkeşlər qızışıb. 20-ci dəqiqədə artıq 19-cu dəqiqədə növbətə Şirvan komandasından hücum gəldi. İndi Aras Saatlı'dan hücum gəlir. Bravo. Pas.